Bismillahirrahmanirrahim. Xoş gördük, əziz izləyicilər. Bildiyiniz kimi, müqəddəs və mübarək Ramazan ayının oruc ibadəti Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmə Mədinə-i Münəvvərədə hicrətdən sonra, hicrətin 2-ci ilində vacib edilmişdir və Peyğəmbərimiz ömrünün son 9 ilini bu ayın ibadətini, oruc ibadətini yerinə yetirmişdir, icra etmişdir. Və niyə oruc, nə üçün aclıq, nəyə görədir bu? Bildiyiniz kimi Şabaniyyə xütbəsində sevgili Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm belə bir söz söylüyor. Ey insanlar, siz əməllərinizlə, günahlarınızla 11 ay öz ruhunuzu, öz qəlbinizi həbs eləmisiniz. Ki, həqiqətən də belədir. İnsan günah eləməklə, qüsurlarıyla, nöqsanlarıyla öz həqiqi kimliyindən, həqiqətindən, mənəviyyatından və öz həqiqi mənasından uzaq düşür. Necə ki, Quran Peyğəmbərimizin həqiqətlərin və missiyasını bizə anlatdığı zaman onlardan da biri Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm gəlib ki, sizin özünüzə vurduğunuz buxovları, zəncirləri açsın və sizə həqiqi azadlıq bəxş eləsin. Məhz bu Ramazan ayı da bizim dünyamıza gəlməklə bu oruc ibadəti və bu məhrumiyyət bizə bunu başa salır ki, ey insan, sən təkcə dünyadan ibarət deyilsən. Ey insan, sən təkcə bu maddiyyatdan, bu ət parçasından ibarət deyilsən. Sənin bir həqiqi varlığın var, sənin bir ruhun var, sənin qəlbin var, sənin bir həqiqətin var ki, onu dünya işlərinin içərisində, dünya həvəsinin içərisində, dünya arzularının içərisində itirib batırmısan. Və bu ay gəlişi ilə və bu oruc ibadəti məhrumiyyəti ilə bizə başa salmaq istəyir ki, bir də axirət yurdu var, bir də məna aləmi var, bir də mənəviyyat var. Cismini doyuzdurduğun qədər, cisminə qulluq elədiyin qədər ruhun da, qəlbin də, ağılın da o doymağa ehtiyacı var. Və bu mənada Ramazan ayı bu həqiqəti bizə başa salır və bizim ruhumuzu, bu aclıq bizim ruhumuza azadlıq bəxş eləyir. Və bu ay ən böyük nəfslə aparılan bir mübarizə məktəbidir. Başqa aylarda, başqa zaman kəsiyində bunu bacarmaq çox çətindir, həddindən artıq çətindir. Ramazan bizə bir üslub öyrədir. Ramazan ayı bizə bir metodika öyrədir, bizə bir yol göstərir ki, nəfslə mübarizəni, nəfslə müharibəni nə cür aparmaq lazımdır. Məhz bu aclıq və bu məhrumiyyət bizi nəfs-i əmmarədən, bizi pisliyə sövq eləyən, bizi pisliklərə sürükləyən nəfsdən nəfs-i radiyyə və mərziyyə məqamına qədər Allahdan razı olan qəlb, Allahdan razı olan nəfs, o məqama qədər Ramazan ayı bizi yüksəldir. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Məkkə fəth olunandan sonra sevinən sahabələr, onun huzuruna gələnlər, ya Rəsulallah, ən böyük fəth nəhayət ki, bizə nəsib oldu, ən böyük cihad, qalibiyyət bizə nəsib oldu. Həzrət Peyğəmbərimiz cavabında belə buyurdu, xeyr, bundan da böyük bir mübarizə, bundan da böyük bir cihad bizi gözləyir, o da bizim nəfsimizlə aparacağımız mübarizə və cihaddır. Peyğəmbərimiz bizə işin ciddiyyətin nə qədər önəmli olduğunu dünya içərisində bu cür çatdırır və bu çox çətin prosesdir. Və bunu insan yalnız və yalnız Ramazan ayı içərisində özünə təlqin eləyə bilər və nəfsin ram eləyə bilər. Məhz ona görədir ki, Rəbbimiz buyurur, oruc mənim üçündür və onun mükafatı isə, ən böyük mükafatı isə mən özüməm.